Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Bu günləri Allah'ın izniyle, gücü ve kuvvetiyle həddindən artıq mühüm olan bir mesele hakkında müzakirə edəcəyik. Uca Allah'tan dilərim ki, Allah subhanahu wa ta'ala danıştıklarımı Rabbimizin razılığını kazanmak için beni danışanlardan etsin, siz de dinleyenlerden. Ünvan olarak dersin ünvanı Allah'ın kitabı, Peygamberin sallallahu aleyhi ve sellem'in sünnesi ve hemsinin icma ve Rabbani alimler. 4 mesele hakkında veyahut 4 meselenin etrafında bir neçə meseleler inşallah ki danışacağız. Mevzuya geçmemişten önce kim isterse ki hem bu dünyada hem de ahirette saadete nail olsun, bu 4 meseleye ciddi şekilde fikir vermek lazım. Hususen de bilirsiniz ki subhanallah bu günləri belə bir fikir yayılıb ki mənə göre, bu mənə göre meselesi müsibət həqiqətən. Mənə elə gəlir, bu belə değil mi? Bu buzuna yaxşı olmaz mı? Demek istəyirəm ki bu 4 meselenin karşısında, mukabilinde bütün fikirleri koymaq lazım kenara. Senin ve benim fikrim İslam değil. Senin ve benim fikrim şeriat değil. Bize göre bu cür olmalıdır ki semi'na ve ata'na, eşittik ve itaat ettik. Eşittik ve iman ettik. Biz Müslümanların üzerine düşen budur. İman ehli bu cüre değil. İz qâle lehu rabbuhu eslim, qâle eslemtu li rabbil alemin. Bir zaman Peygamber İbrahim aleyhisselam hakkında Allah subhanahu teala buyurur ki bir zaman Rabbi ona teslim ol dedi. O da dedi ki teslim oldum alemler Rabbi olan Allah'a. Eslemtu li rabbil alemin. Fikir verin. Teslim oldum, tabi oldum alemlerin Rabbi olan Allah'a. Ona göre barakallahu fikum bu meseleni yığıştırmak lazım. Mənə göre meselesi tehlikeli mesele. Biz kimik ki bizim özümüzün fikirlerimiz olsun şeriatın mukabilinde. Kur'an-ı Kerim'den bir aya gelerse Muhammed'in sallallahu aleyhi ve sellem sünnesinden ve hemsinin icma yani sahabeler bu vaxtı danışacağız inşallah ve bir de ki Rabbani alimler. Subhanallah, biraz önce dediğim kimi elə bir vaxta çatmışıq ki bəzən olur ki insanların özlerinin beyinlerinde belə bir medrese kurublar insanlar özleri için. Bir mesele gelir, şer'i bir mesele. Sonra onu beynindeki medreseye daxil eləyir. Eğer o medresede münasibdirsə, muvafiqdirsə onun beynindeki olan fikirlere kabul edir. Muvafiq deyilsə kabul edemir. Subhanallah. Lakin bu tehlikeli mesele, Allah korusun. Dediğimiz kimi barakallahu fikum müminlerin, Müslümanların halı nazır olmalıdır. Semi'na ve ata'na, eşittik ve itaat ettik. Kitaba geldikte Allah subhanahu wa ta'ala buyurur ki وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًا وَرَحْمَةً وَبُشْرًا لِلْمُسْلِمِينَ. Biz Kur'an'ı sana her şeyi izah etmek için Müslümanlara da bir hidayet, merhamet ve müjde olarak nazil ettik. Fikir verin ayete. وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ. Dikkatli olun barakallahu fikum. Tibyanen li kulli şey. Ve huden ve rahmeten ve buşra lil muslimin. Biz Kur'an'ı sana yani Muhammed'e sallallahu aleyhi ve selleme biz Kur'an'ı sana her şeyi izah etmek için yani Kur'an-ı Kerim'de her bir şey izah olunup ma farratna fil kitabi min şey. Başka bir ayette Allah Teala buyurur ki biz kitapta hiçbir şey gözden kaçırmadık. Müslümanlara da bir hidayet ve merhamet müjde olarak nazil ettik. Bu kitap hidayet kitabıdır. Kim isterse ki hidayet üzerinde olsun ve hidayet üzerinde yaşasın, hidayet üzerinde bu dünyadan köçsün, bu kitaba tabi olmalı lazım. Yani Allah'ın kitabına. Subhanahu ve Teala. Başka bir ayette Allah Subhanahu ve Teala buyurur ki İnne hâzel Kur'âne yehdi lilleti hiye akvam. Hakikaten bu Kur'an en doğru yola yöneldir.
İnne hadal Qur'ana yehdi lillati hiye aqwam. Həqiqətən bu Qur'an en doğru yola yöneldir. Subhanahu ve Teala'nın kitabı. Həqiqətən Qur'an-ı Kerim baştan ayağa kimi nədir? Hidayət kitabıdır. Baştan ayağa kimi hidayət kitabıdır. Kim istəyirsə hidayət yolunda olsun, mütləqdir ki nədir? Qur'an-ı Kerimdən bərk-bərk yapışsın. Necə ki Ebu Bakır Es-Sicistani rahimehullah, İmam Abu Davud'un oğlu buyurur ki: "Temessek bihablillah vettabi'ul huda." Allah'ın kitabından bərk yapış, hidayət yoluna tabi ol. "Ve la taku bid'iyyen la'allaka tuflihu." Bidətçi olma ki nədir? Nizat tapasın. Bidətçi olma ki nizat tapasın. Sonra barakallahu fikum dedi ki El-Kur'an ve sünne. İkinci mesele nedir? Sünne. Bu haqda çox danışmışıq. Yəni sünne deyildikdə Peyğəmbər sallallahu aleyhi ve selleme tabiçilik. Peyğəmbər sallallahu aleyhi ve selleme tabiçilik. Kur'an-ı Kerim'de o kadar ayetler var ki subhanallah, sayısız hesapsız şekilde Allah Resulü sallallahu aleyhi ve selleme tabi olmak sarih olarak, açık olarak muhkem ayetler hamısı ki Allah Resulü sallallahu aleyhi ve selleme tabiçilik. Sonra barakallahu fikum üçüncüsü icma. İcma yani bir mənada sahabeler. Sahabelere tabi olmak. Bakın Allah Resulü sallallahu aleyhi ve sellemin sahabeleri Peygamber sallallahu aleyhi ve sellemin yanında olan insanlar Allah'ın muradını, Allah'ın ve Resulünün muradını düzgün şekilde anlayan insanlar. Biz niye göre deyirik? Daha doğrusu şeriat niye göre bu cürne teşri edip buyurur ki sahabelere tabi olmak? Çünkü onlar afsahun nas idi ve a'lemun nas billah azze ve celle ve bi rasulihi sallallahu aleyhi ve sellem. Onlar en fasahatli, en ağıllı, en savadlı ve hemsinin Allah'ın ve Resulünün muradını en yaxşı şekilde anlayan insanlar idi. Radiyallahu anhum cemiyan. Peygamberimizin sallallahu aleyhi ve sellem sahabeleri Peygamber sallallahu aleyhi ve sellem o cüne tabi olurdular ki subhanallah. Onların tabiçilikleri bize sahih senetlerle gelip çatmış olmasaydı həqiqətən bize xəyallar kim gələrdi. Lakin bunlar həqiqət bucunu olublar. Radiyallahu anhum. Bize de emir olunub ki biz Peygamberin sallallahu aleyhi ve sellemin sahabelerine tabi olaq. Onlar kim fəhm eləyək? Dərsin önündə ne dedik? Mənə ilə gəlir meselesi var. Mənə ilə gəlir yox. Abu Bakırdan Omar radiyallahu anhuma heç vaxt demedik mənə ilə gəlir. Onlar ne deyirdilər? Semi'na ve ata'na, eşittik ve itaat ettik. Mənə ilə gəlir meselesi subhanallah təhlükəli meseledir. İnsan özünün ağlından istifadə edəndə, yani ağlını kitabın sünnetin önüne getirəndə Allah korusun. Sonra o insanın hayatı məşəqqətli olur həqiqətən. İnsan sakinlik tapa bilmir dünyada. Subhanallah. Allah subhanahu teala sahabeler hakkında olan ayeti okuyacağım. Hansı ki orada sahabelere işare var. Buyurur ki subhanahu teala وَمَنْ يُشَاكِكِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ. Herkes özüne doğru yol aşkar olandan sonra, herkes özüne doğru yol aşkar olandan sonra peygamberden üz döndürüp müminlerden geyrisinin yolunu tutarsa veyahut müminlerden geyrisinin yoluna uyarsa. Kimiydi buradaki müminler? Ekser tefsirciler, tefsir alimlerine değiller. Değiller ki burada sahabeleriydi radıyallahu anh. Bakın bildiğiniz bir meşhur bir kıssadır. İbn Abbas radıyallahu anhu Havarizlerle munataraya gidende, yani onlarla danışığa gidende, bilirsiniz İbn Abbas radıyallahu anhu Peygamber sallallahu aleyhi ve sellemin dua ettiği sahabeydi. Peygamberimiz sallallahu aleyhi ve sellem İbn Abbas'ı bağrına basır, bağrına basıp dua edin. Allahümme feqqihhu fid din. Allah'ım diye bunu fəqihlerden et. Radıyallahu anhu. Bakın İbn Abbas Havarizlerle danışmağa gidende bu mevzuyla çok alakalıdır. Hansı ki sahabelere tabiçilikle uzaktan onları izleyir. Dikkat eləyin. Barakallahu fikum. İzleyir onları dikkatle ve görür ki onlar özlerine çadırlar kurublar ve çadırlarda Kur'an okuyurlar.
Deyir ki, onların deyir, səsləri arıların vızıltıları kimi gəlirdi. Hamısı hafiz Quran idi. Fikir verin, subhanallah. Hamısı hafiz Quran idi. Quran-ı Kərimi su kimi bilirdilər. Bura diqqət edin, burada mühüm məsələlər var. Və deyir ki, mən deyir, uzaqdan deyir, gedəndə fəqihliyindən idi ki, radiyallahu anhu, sağa sola baxa-baxa gedirdim, deyir. Sağa sola baxırdım, deyir. Onların çadırlarına çatmamışdan öncə sağa baxırdım, sola baxırdım, özü qəsdən eləyirmiş. Sizcə nəyə görə bu cür edirmiş? Ona söhbət əsnasında lazım olacaqmış bu məsələ. Bu hərəkətləri ona lazım olacaqmış. Onlarla danışır, bildiyiniz məşhur qıssalardır, hadisələrdir. Bəzi ayətlər oxuyurlar. İbn Abbas onları biz siz nə cürə cavablandırır, radiyallahu anh. Deyir ki, mənə oxuduğunuz bu ayətləri deyir. Elə bir qövmün yanından gəlirəm ki, fikir verin, nə dedik? Quran, sünnə, icma, sahabələr. Deyir, mənə oxuduğunuz ayətləri deyir. Onda Abu Hureyra, Ənəs ibn Məlik və digər sahabələr sağ idi, radiyallahu anh. Deyir ki, elə bir qövmün yanından gəlirəm, hansı ki bu oxuduğunuz ayətlər onlara nazil olub. Onlar Muhammedin sallallahu aleyhi ve sellem yanındaydı. Deyir ki, aranızda deyir, bir dənəsini görmürəm, deyir. Çatdıra bildin fikrimi? Sizcə niyə görə İbn Abbas o üzə baxır sağa sola gələndə? Onları axtarır. Onlar da subhanallah. Xoş o insanların halına ki, onlara haqq gəldikdən sonra hidayət yolunu seçirlər. Allah bizim qəlblərimizi qorusun. Orada neçə mini tövbə eləmişdi. O deyir ki, subhanallah, deyir, gələndə deyir, əbəs yerə baxmırdım ora-bura, deyir. Onları axtarırdım, görüm aramızda bir nəfər var mı? Fikrimi çatdıra bildim. Yəni, Muhammedin sallallahu aleyhi ve sellemin sahabələrinə nazil olub bu ayətlər. Hanı o sahabələrdir? Lə ara minhum, minkum, indakum. Onlardan bir dənəsini deyir, aramızda görmürəm, deyir. Bu nə deməkdir? O deməkdir ki, onlar Muhammedin sallallahu aleyhi ve sellemin sahabələrin yolunda deyildir. Onlar kimlər idi? Mənə elə gəlirlər idi. Var bu günlərdə o adamlardan. Yüzlərlə. Mənə elə gəlir məsələsini kənara qoymaq lazım. Bizim dinimiz mənə elə gəlir deyil. Sənə kitab, sünnə, icma gəlsə, qəbul eləməz. Əgər haqqı istəyirsənsə, amma istəmirsənsə özün bil. Ərəblərdə bir misal var, deyirlər, وَاَنْتَ حُرُ. Sən azadsın. Özün hansı yol istəyirsə onu seç. Amma sən sələfiyəm deyirsənsə, sələf-i salihin yolundayamsa, sən mütləq tabi olmasın. Abu Bakra, Omara tabi olmaq, radiyallahu anhum, cəmiyan. Osmana, Aliyə, bütün sahabələrə nicat yoldu vallahi ki. Fikir verdiniz orada. Deyir ki, subhanallah, bir dənəsini görməm deyə aramızda. Yəni, siz də doğrusuzsa, onlar da doğrusuzsa, nə olmalıydı? Bir yerdə olmalıydı, elə deyil mi? Yəni, onlardan bir dənəsini görməm, hanı o cəma, subhanallah. Axı, bunların üzərinə nazil olub. Nə demək istəyir? Demək istəyir ki, bu fəhim, sizin bu fəhiminiz doğru fəhim deyil. Doğru fəhim olsaydı, soruşardılar sahabələr və sizin aranızda olardı. Və yaxud siz orada olardınız. Niyə görə ayrılmışsınız onlardan? Yəni, sizi nə vadar edib ki, bura gəlmək? Sizi o vadar edib ki, biz Muhammed sallallahu aleyhi ve sellemin sahabələri ki, başa düşmədik. Ona görə ayrıldıq onlardan. Allah bizi qorusun. Və həmsinin barakallahu fikum, dördüncü məsələ, Rabbani alimlərə tabi olmaq. Rabbani alimlərə. Bilirsiniz niyə görə bu məsələni zikr edirəm? Bu illəri necə ki İbn Qayyim deyir, rahiməhullah. Yəni, əziz qardaşlarım, bu elə fikirləşməyək ki, dünən sırahi gün oldu. Bu əsrlər boyudur bu cür nədir? İbn Qayyim deyir ki, bəzi qovumlər var ki, onlar deyir, alimlərlə sıravi müsəlmanların arasında bir ip var, bir kəndir var. O kəndiri kəsiblərdir. Sizdə niyə görə kəsiblər? Ona görə ki, sıravi müsəlmanlar o alimlərdən faydalana bilməsinlər. O bidət əhli, Allah qorusun, nədir? O kəndiri kəsiblər. Yəni, inqita baş verib burada. Qırıqlıq baş verib. Amma əslində nə cür olmalıdır? Sıravi müsəlmanlar elm əhlinə tabi olmalıdır. O elm əhli ki, Allah onları tərifləyib kitabında. Muhammed sallallahu aleyhi ve sellem onları tərifləyib. Bu günləri Allah qorusun, eşidirik ki, böyük alimlər təkfir olunur, subhanallah. Vallahi deyirəm. Bu, qiyamətin əlamətlərindəndir. Subhanallah. Yəni, bir nəfər insan, nəsəlullahə sələmət və afiyyə. Allahdan salamatlıq, afiyyət edirik. Bir nəfər insanın nə cür dili gəlir ki, Şeyxülislam ibn Teymiyyən təkfir edir. Subhanallah.
Bu müsibət, bu zülüm. O insan üçün, o insan və onun mislində olan insanlar üçün torpağın altı daha xeyirlidir. Vallahi, nəinki üstündə gəzməkdənsə. Və la havlə və la quvvətən illə billah. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem sahih bir hədisdə nə deyir? Deyir, həqiqətən Allah-u Teala elmi kişilərin ürəklərindən çəkib götürməz. Diqqət edin bu hədisə sallallahu aleyhi ve sellem. Həqiqətən Allah subhanahu ve teala elmi kişilərin qəlblərindən çəkib götürməz deyir. Buyurur ki, lakin elm alimlərin ölümü ilə çəkilib götürürlər. Fikir verin. Alim qalmayanda isə insanlar özlərinə cahil başçılar seçərlər. Onlar soruşularlar, yəni o başçılardan və cavabında isə elmsiz fətvalar verirlər. Fikir verin nəticəyə. Nəticədən olacaq fadallu və adallu. Azı və azdırarlar. Allahu akbar. Şeyx Salih Əl-Fəvzan həfizəhullah bu hədisin şərhini oxuyanda, bu hədisin şərhini ağlayır orada. Ağlayır, uşaq kimi ağlayır, subhanallah. Deyir, qorxuruq ki, deyir, artıq deyir, gəlib o vaxt çatıb deyir. Həqiqətən. İnsanlar, subhanallah, bu günlər nədir? Özlərinə cahil başçılar seçiblər və suallar onlara verilir, cavablar da nə alınır? Elmsiz şəkildə. İnsan, subhanallah, insan, Allah korusun, Allah'ın kitabından bir dənə ayəni düzgün oxuya bilmir. Demirəm bir səhifəni, fikir verin. Bir ayəni Allah nazil edən kimi, hansı ki bəzi alimlər deyirlər ki, وَهَذِهِ الْقِرَاءَةُ مُحَرَّمٌ deyirlər ki, bu qiraət, bu cürünə Quran oxumaq haramdır. Sənin bu cürünə Quran oxumağın haramdır şəriətdə. Sən Allah'ın nazil etdiyi kimi oxumursun. Muhammedin sallallahu aleyhi ve sellem oxuduğu kimi oxumursun. Sən bu cür olduğun halda, Allah korusun, elə məsələlərdən danışsan ki, dəhşət. Şeytan Allah'ın düşməni görünə cürünə Allah'dır insanları. Allah bizim qəlblərimizi qorusun. Bu günlər müsibətdir ki, bir insanın dili gəlir, böyük alimləri, subhanallah, təkfir edir. Allah korusun. Bir vaxtlar müasir alimlər idi, onların dilində desək. Müasir qədim deyilən bir şey yoxdur. Alim alimdir, elhamdülillah. Alimlər bizim başımızın taclarıdır. Gözlərimizin nurudur. Rahiməhumullahu cəmiyan. Allah hamısını rəhmət eləsin. Vallahi bunun qədrini, bu cürlə insanların qədrini ancaq o yolda olanlar bilərlər. Sıradan adi insanlar bilməzlər. Sıradan adi insanlar, xüsusən də elmlə məşğul olmayan insanlar elə düşünürlər ki, o alimlər də maşın sürücülərdir. Bazarlarda kartoşka satılır. Amma elə deyil. Elə deyil, subhanallah. Bir vaxtlar Şeyx Albani idi, rahiməhullah. İbn Süyeymin İbn Bəz idi. Bu günlər artıq kimlərdir? Muhammed ibn Abdülvahhab. Fikir versiniz. İnsanlar ömürlərini tövhiddə qoyublar. Allahu akbar. Vallahi, billahi, tallahi. O insanlar həyatlarını tövhid üçün həsr ediblər. Canlarından, mallarından kesiblər. Ömrü boyu tövhid öyrəniblər və öyrədiblər. Ömrü boyu, subhanallah. İmam İbn Bəz rahiməhullah haqqında Şeyx Useymi deyir ki, eşitdim ki, deyir şeyximizdən, Şeyx Useymi cavan olan, İbn Useymi yox, Useymi, həfizəhullah. Deyir ki, Şeyx İbn Bəzdən eşitdim ki, Kitab-ül Həməviyyə var, Şeyxülislamın kitabı İbn Teymiyyan. Deyir, bu kitabı deyir, elm tələbəsi gərək 100 dəfə oxusun deyir. 100 dəfə, tövhid kitabı. İbn Bəz rahiməhullah ömrü boyu tövhid kitabını keçib. Başlayıb kitaba, qutarıb təzdən bir dənə. Qutarıb təzdən bir dənə. Bu insanlar həyatlarını tövhid üzərində insanlara tövhid öyrədir. Bu günləri onların təkfir olması müsibət. Zülümdür, subhanallah. Niyə görədir sizcə bu? Bu təkfir niyə görə bu cür olur? Bismillah. Bayaq ki məsələ, mənə elə gəlir. Mənə görə bu cür nədir? Bəs bu məsələnin hökmü nə cür oldu? Axı burada düz gəlmir. Sən heç kimsən qardaş. Sən heç kimsən şəriətdə fikir yürütməyə. Sən deməlisən ki, baxın sizə bir qaydanı deyəcəm, barakallahu fikum, çalışaq bu qaydanı əzbərləyək. İstənilən məsələ qarşımıza gələcək. Müqabilində nə edəcək? Kitaba görə, sünnəyə görə, icmaya görə, Rabbani alimlərə görə. Rabbani alimlər niyə görə deyirəm? Onlar Allahın izni ilə bizə bu məsələləri gətirib çatdırıblar. Yəni Allahın kitabını. Mən demirəm hər hansı bir insan, misal üçün hansısa bir alim, məsələn, Allah korusun, sabahları kitaba, sünnətə müxalif bir şey desə deyəcək ki, xeyr, götürək onda. Xeyr. Muvafiq olanlardan danışırıq biz. Mən əhlüsünnə alimlərdən danışırıq. Kibar uləmədən danışırıq, rahiməhumullah.
Hər hansı bir məsələ bizə gəldisə, biz deyəcəyik ki, bu fikir, sənin bu fikrin, bu 4 mərhələ ilə muvafiqsə, elhamdülillah. Yoxsa nədir, yox. Çalışıb o insanlarla danışanda, söhbət eləyəndə. Demək lazımdır ki, qardaş, mənlə sənin fikrini qoy kənara, sənlə mənim fikrin lazım deyil. Bizim fikirlərimiz nə eləyək, subhanallah, biz nə eləyirik? Şeyxülislam deyir ki, bi eyyi aqlin nəhkum, hansı ağılla deyə hökm verək deyir. Burada neçə nəfər qardaş var, Allah'a mübarək. Bir məsələni soruşsaq, hamı bir cavab verəcək. Yəni, insafla danışaq da, bir məsələni soruşsam ki, misal bir məsələ haqqında, hamı bir cavab verəcək. Xeyr, amma bir ayəti soruşsam nə cür? Hamı bir cavab verəcək. Fikir verdiniz? Beyinlərin, ağılların, fikirlər, yəni bizə fikir yürütmək lazım deyil şəriətdə. Biz o fikirləri yürüdə bilərik nədir? Ev tikəndə, maşın alanda, ailə quranda. Burada qınanlası deyilik. Nə yaxşı olar ki, o da nədir? Kitaba, sünnətə müvafiq olsun. Amma şəri məsələlərdə qadağandır. Haramdır, haram. Muharramdır, muharram. Sənin bu ünləri danışmağın, deməyin ki, nədir? Bu mənə görə bu cür nədir? Bəs bu mənə görə düz gəlmir ax. Bəs filan məsələ, bu cürlə danışmaq muharramdır. Çünki nəyə görə? Kitab, sünnə, icma, bir dənə alimlər. Elm əhli alimlər dedi ki, barakallahu fikum, ömürlərindən kesiblər. İmam Tabari rahiməhullah, İmam Tabari eşitmişsiniz, Təfsir Tabari. Bilirəm, vaxt gezdi, barakallahu fikum, qısa eləyəcəm inşallah. İmam Tabari 17 yaşında evindən çıxıb. Və bir daha, nədir? Geri dönməyib. Sizcə neçə yaşında dünyasında yaşayıb? 70-dən çox yaş yaşayıb. Bu insan ömrü boyu elm öyrənib. Çıxdığı ölkəni, vətəni tərk edib. Məsəl üçün, yaşayıb Türkiyədə, gedib Saudiyə və bir də geri dönməyib. Elə orada dünyasında yaşayıb. Subhanallah, bugün o insanla Allah'ın kitabından bir dənə ayəni oxumayan insanın misalı eynidir. Bu zulüm değil mi? Subhanallah. Ax sən, yəni, nə cür deyim, yaxşı səslənsin, subhanallah. Sən Allah'ın dinindən heç bir şey bilmirsin. Heç bir təhsilin yoxdur. Heç yeri oxumamısın. Sənin üzərinə düşən odur ki, neyniyəsən? Susub qulaq asasın. Kimə? Baxın görün İbn Məsud radiyallahu anh nə deyir? Deyir ki, kun alimən. Deyir ki, alim ol deyir. Subhanallah. Xoş o anaların hanına ki, alim evlatlar dünyaya getiriblər. Sonra buyurur ki, av mutaallimən və yaxud deyir nədir? Örgənən ol. Kun alimən, sayırsınız mənimlə bərabər, alim olacaqsın. Və yaxud örgənən, av müstəmiən radiyallahu anh. Deyir ki, və yaxud deyir, dinləyən olacaqsın deyir. Bu günləri sənlə mənim misalım, ey sıravi qardaşım nədir? Elm əhlini dinləmək. Vallahi, vallahi. Bu sənin üçün nədir? Bu sənin üçün nicat yoludur. Sonra dördüncüyə fikir ver, nə deyir? Deyir ki, fələ təkun rabi'an fətəhlik. Deyir, dördüncü olma ki, həlak olacaqsın. Nə demək dördüncü olma? Yəni, alim olacaqsan, örgənən olacaqsan, iki, onları dinləyən olacaqsan, bacarmasan, nə alim ola bilirsən, nə də ki, örgənən. Ham alim olmur da, düzdür, ham dilim tələbəsi olmur. Amma bizdə nə var? Fürsat var, elhamdülillah, onları dinləmək. Deyir ki, fələ təkun rabi'an. Dördüncü olmadı, fətəhlik, həlak olacaqsın. Yəni, həlak olacaqsa Allah korusun. Elimsizlik insanı həlak aparır. Yaxşı bir ad da qoyulur, axırda ki, elm tələbələri, elm əhli haqqı gizlədirlər, demirlər, Allah korusun. Qorxurlar, bəli, düz deyil, onlar qorxurlar. Onlar Allah'tan qorxurlar. Allah'tan qorxub danışmırlar. Subhanallah. Allah'tan qorxurlar ki, onların danışmağı bir nəfər sıravi bizim kimi müsəlmanın danışması özümüz üçündür. Amma bir alimin danışması ümmət üçündür. Bütün ümmətin gözü onlardadır. Bütün ümmətin qulaqları onlardadır ki, görüm hansısa bir alim nə fətva verəcək. Ona görə addım atılır, elə deyilmi? Sizcə subhanallah o cürlə insanlar razı olarlarmı ki, özlərini cəhənnəm odunda yandırsınlar? Allah-u Teala deyir ki, qiyamət günü deyir, bütün deyir nədir? İnsanlar yüklərini götürəcəklər, çiyinlərinə, öz yüklərini. Sonra deyir ki, elimsiz şəkildə deyir, insanları alladıblarsa, onların da yüklərini. Siz düşünün ki, bir nəfər gəlir, elimsiz şəkildə bu dünyada azıb və azdırıb, Allah korusun. Minlərlə insan gəlir qiyamət günü, minlərlə. Gəlir deyir ki, ey Rəbbimiz, bizim heç bir günahımız yoxdur. Bizim heç bir hüccətimiz, dəlilimiz yoxdur. Biz dünyada olarkən heç bir şey bilmirdik. Bizə dedi ki, budur, biz də onun dalına getdik. Fikir versiniz. Məsələ olduqca təhlükəlidir, barakallahu fikum.
Vaxt qısadır, ona görə nədir? Uzun bu məsələlərdən danışmaq olmur. Amma olduqca məsələ nədir? Təhlükəlidir. Allaha dua etmək lazımdır ki, Allahım, bizim qəlblərimizi sabit elə. Allahım, ağıllarımızın şərrindən qoru. Allah bizi ağıllarımızın şərrindən qorusun, həqiqət. İnsanın ağlı, insanın nəfsi nədir? İnsana pisliklər əmr edir həmişə. Amma yaxşı nəfs, yaxşı ağıl nədir? Kitaba, sünnətə tabi olanlardandır. Uca Allahdan dilərəm, Allah Subhanahu taala eşitdiklərimizi faydalı etsin. Allah Teala bizi ixlaslı eləsin. Allah Teala həmişə bizi Qurana, sünnəyə, icmaya, Rabbani alimlərə tabi olan qullardan etsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilaha illa ente, estağfiruke ve etûbü ileyk.